Füzuli rayonunda isə mərkəzi parkda, belə deyək, işıqlar söndürülür, işləmir, park zülmətə qərq olub, belə demək mümkünsə və dəyərli izləyicilər, çox, belə deyək də, məsələn, maraqlı tərəfi budur ki, o parkın işıqlarının yanmağı belə bir böyük məsrəf tələb eləmir, yəni dövlət üçün, dövlət büdcəsi üçün. Ancaq nədirsə, sanki aidiyyatı qurumlar bu məsələdə bir dırnaqarası prinsipiallıq nümayiş etdirirlər. Bilmirəm, belə deyək də, o Qarabağdan, Şərqi Zəngəzurdan olan vətəndaşların ora dönməyini mi istəmirlər və yaxud da belə bir, nətər deyirlər, düşüncə yaratmaq istəyirlər ki, ora qayıtmayın, bu yaxınlarda Zəngilanla da bağlı müəyyən görüntülər var idi, dövlət bu qədər işlər görür, amma bəzi məmurlar elə bir vəziyyət yaradırlar ki, belə deyək, insanların ora qayıtması hər cür əngəllənsin. Kənardan baxıb demək çox asandır, torpağınız alınıb gedin filan beşməkan, amma dəyərli dostlar, dəyərli izləyicilər, bu insanlar orada, belə deyək, çox çətinliklə belə deyək, yaşayırlar. Onsuz orada infrastruktur hələ işlər gedir, tam deyil və nə qədər də belə deyək, bunu demək asan da olsa ki, gedin yaşayın, elə deyil. Burada məcburi köçkünləri qınayan adamların bir çoxu bayramda zırh paket atanda evdə dili qatdalanır o adamların. Amma bu adamlar müharibə görüb, odalov görüb filan beşməkan, indi də qaytarısı lap yaxşı. Bu parkın işığını yandırmaq nə mənədir ki, siz o insanları, belə deyək də, belə incidirsiniz. Başqa bir problem də var idi, Gərək və Şəmkir yolu ilə bağlı. Onu da ayrı bir gün təqdim edəcəm. Onu da deməli, bir dostumuz bizə göndərmişdi, orada yolda xətlənmə problemi var. Yəni, bu bölgələrdəki insanları incidib, onları Bakıya perikdirib, o bölgələrə, belə deyək də, sahib çıxmaq, nə bilim, nələr eləmək, nə iş görmək, yəni, bu nə məna verir? Yəni, əslində, bu dövlətin və dövlət başçısının bölgələrlə bağlı, ümumiyyətlə, apardığı siyasəti bir növü sabotaj eləməkdir. Axı, biz dəfələrlə buradan da demişik, belə deyək ki, yəni, sosial yönümlü bir siyasət yürüdülür hazırda ki, vətəndaş da, belə deyək, vətəndaşın problemi maksimum dərəcədə həllini tapsın. Amma bu, nə böyük bir problemdir, nə böyük bir dərddir bunu həll eləmək, o işığı yandırmaq. Mümkünsə onu bir dənə səsli verin, izləyicilər qulaq assın, bilsinlər məsələ nədir. Gördüyünüz kimi, Füzuli şəhərinin parkının işıqları yenə də yanmır. Yəni, bunların fikirləri bilmirəm nədir. 3 aydır ki, artıq bu Füzuli şəhərinin bu parkın işıqları yanmır. Cəmaatın istirahət yeridir də. Bu dəqiqə hal-hazırda insanlar bu isti evdə otururlar, çıxırlar burada istirahət edirlər. Otururlar, dəstəşirlər. İlan, qurbağa, tülkü, çaqqal, gecə bu parklarda gəzirlər. İnsanlar da ki, aşağı düşə bilmir. Çox acınacaqlı vəziyyətdir, çox. Yəni, deyiləsi bir şey deyil də bu. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Yəni, bunlar burada döyüşmüşdülər ki, bunlar can qoymuşdular ki, burada bu günlər... Baxın, vəziyyət budur. Yəni, bu parkı işıqlandırmaq nə qədər pul apara bilər? Və o işıq varsa, bu niyə yanmır? Yəni, burada nədir dərd? İnsanlara niyə zülm edirsiniz? Nə bilim, yəni, məqsədiniz nədir? İndi, məsələn, Füzulinin başqa kənddə, hələ bu şəhərin özüdür. Başqa kəndlərlə olan vətəndaşı, keçmiş məcburi köçkünü sən orada necə göndərəcəksən? Cəmi 10-15 min adam məskunlaşdırılıb ora. Hələ 700-800 min adam. Bu videonu, bu vəziyyəti görən adam ora gelib yaşayarmı, yaşamaz mı? Demək ki, sizin marağınız, bəzi məmurların marağı odur ki, insanlar ora qayıtmasın. Və orada, nə bilim, turizm obyektləri tikəsiniz, nə bilim, nələr inşa edəsiniz. Bəli, paytaxtdan, digər regionlardan ora turist kimi gəlsinlər. Məcburi köçkün gedib öz torpağına sahib olmasın. Başqa bunun yolu yoxdur. Və ümid edirəm ki, bax, bu sözlərimiz gedib lazım olan yerlərə çatacaq və bu problem ən qısa zamanda öz həllini tapacaq.